Hər kəsə salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Səsimə görə üzrlü sayın, bir neçə gündür xəstəyəm. Səhər saat 6-da oyanıram. Nəhləri sağıram, toyuqlara, cücələrə dənini suyunu verib çöldəki işimi yekunlaşdırıram. Uşaqlar yuxudan oyanana kimi ən uzun və vaxt aparan işlərimi həll etməyə çalışıram. Bu gün də nehrə yağı hazırlayıram. Sütün və qatığın üzərinə yığılan qaymaqları bir qaba toplayırıq. Daha sonra nehrə maşınına tökürük. Ayran və yağ ayrıldıqdan sonra üzünə toplanan yağı yığırıq. Daha sonra topladığımız yağı, ayranı axıb, suyu təmiz şəffaf olana kimi yuyuruq. Səhər yeməyində istifadə etmək üçün bir hissəsini ayırıram. Digər hissəsini isə yeməklərdə istifadə etmək üçün ocağa qoyub bişirirəm. Yağın ortası yağdan ayrılıb dibinə çökdükdə, saraldıqda artıq bilirik ki, yağ hazırdır. Əvvəlcədən hazırladığım yağın üzərinə əlavə edirəm. Artıq yağımız hazırdır. Qapağına kağız əlavə edirəm ki, rezinin qoxusu yağa keçməsin. Yığdığımız göyləri bol suda yaxşıca bir neçə dəfə yuyuram. Daha sonra blenderla doğrayıram. Doğradığım göyləri istifadə edəcəyim ölçülərdə ayırıb, salafan torbalara qoyub dondurucuda saxlayıram. Bu cür edəndə hazır əlimin altında doğranmış göy olur. Bu üsulu biz illərdir edirik. Göy çox olduqda bir gündə istifadə edib qurtarmaq olmur. Keçirəm günorta yeməyini hazırlamağa. Oğlum dönər istədiyi üçün ev üsulu dönər hazırlayacağam. Onun üçün də döş ətinin bir hissəsini ayırdım. Çolpaları əvvəlcədən 2 saat duzlu suda gözlədirəm. Daha sonra hazırladığım sosa, sonra isə una bulayıb yağda qızardıram. Artıq çolpalarımız hazırdır. Üzəri xırçıltılı, içi isə pambıq kimi yumşaq. İndi isə keçirəm oğlumun məndən istədiyi dönəri hazırlamağa. Əvvəlcədən bir neçə saat sosda gözlədirəm, daha sonra isə qızardıram. Yanında bol köpüklü ayranla verirəm oğluma. Temodan qazandığım 3-cü 3 hədiyyəni birlikdə açaq. Əgər hələ də mövcud istifadəçi gətirərək Temodan hədiyyə qazana bilməmisinizsə, bundan əvvəlki videoma mütləq baxın. Əgər siz də Temodan 3 hədiyyə rahat şəkildə qazanmaq istəyirsinizsə, seçdiyiniz məhsulların qiyməti çox aşağı olmalıdır. Bunu da deyim ki, mən əvvəlcədən qazandığım hədiyyənin qiyməti 25 manat idi. Ancaq tanışıma 25 manatlıq məhsul seçəndə o qazana bilməmişdi. Yəni bu məhsuldan məhsula dəyişir. Mən bir dəfə 4 hədiyyə qazandım. 4 hədiyyəni qazandıqda 15 dənə yeni iştirakçı gətirmişdim. Əlbəttə ki, bu seçdiyiniz məhsuldan asılıdır. Əgər 100 manatdan yuxarı məhsul seçmisinizsə, bəlkə də 15 nəfərdən çox yeni iştirakçı gətirməlisiniz. Əgər 100 manatdan aşağı məhsul seçirsinizsə, isə yeni iştirakçı az gətirərək qazana bilərsiniz. Ancaq qazandığım 3 hədiyyəni yeni iştirakçı gətirmədən mövcud istifadəçi ilə qazanmışam. 4 hədiyyəni qazanmaq üçün bir neçə dəfə sınadım, ancaq qazana bilmirdim. 25 manat, 30 manatlıq məhsul seçildikdən sonra yeni iştirakçı tələb edirdi. Videoların aşağısında qoyduğum linkləri hər gün yeniləyirəm. Seçdiyim məhsulları daha da aşağı qiymətə seçirdim ki, bəlkə yeni iştirakçı gətirmədən mövcud istifadəçi ilə 4 hədiyyəni qazanmaq mümkün olar. İlk dəfə idi ki, dünənlərimi 4 hədiyyəni pulsuz şəkildə nə yeni iştirakçı gətirmədən, nə də ki mövcud istifadəçi olmadan qazandım. Seçdiyim məhsulların qiyməti cəmi 10 manat idi. Bir daha yeniləyəndə istədim ki, bir daha qazanım, ancaq bu səfər alınmadı. Çünki seçdiyim məhsulların qiyməti 10 manat 90 qəpik idi. 10 manat 90 qəpikli məhsul seçəndə mövcud istifadəçi tələb etdi. Ancaq 10 manatlıq seçdiyim məhsulda nə mövcud istifadəçi tələb etdi, nə də yeni iştirakçı tələb etdi. Göstərdiyim paketdə olan məhsullar qazandığım məhsullar idi. Keyfiyyəti çox əla idi. Sadəcə olaraq Good Morning yazılan stəkan biraz incə idi. İndi açdığım məhsul isə yoldaşım özü üçün aldığı məhsuldur. Sizə də göstərmək istədim. Bəlkə yoldaşı üçün almaq istəyənlər var. Bu svarka üçün aparatdır. Tək əldə istifadə etmək olur. Yoldaşım istifadə etdi. Çox rahat və yaxşıdır dedi. Yekunda bunu demək istəyirəm ki, nə qədər aşağı məbləğdə məhsullar seçsəniz, yeni iştirakçı tələb etmədən qazanacaqsınız. Mən yoxlamaq üçün 4 məhsulda da seçdim. 4 məhsulu da qazanmaq mümkün olduğunu təsdiqlədim. Yorumlarda sabitlədiyim linkə daxil olub 4 hədiyyə seçimini edə bilərsiniz. Bu da qazandığım 10 manata olan 4 məhsul. Kanalıma dəstək üçün abunə olmağı, fikrinizi mənimlə şərhlərdə bölüşməyi unutmayın.